Önce bu sualın cevabını Milli Meclisin Agrar Siyaset Komitesinden, eləcə Qida Təhlükəsizliyi Agentliyindən və Kənd Təsərrüfatı Nazirliyinin məsul şəxslərindən almaq lazımdır. Görək nə deyirlər. Lakin mən müstəqil şəxs olaraq deyirəm ki, illər boyu da Azərbaycanda qarpız problem olaraq yaşanır. Azərbaycanda təxminən 20 ildən yuxarıdakı Amerikanka qarpızlar əkilir. Bu qarpızların toxumu 1 kiloqram 5000 manat ətrafındadır. Təbiət bütün bitkiləri, o cümlədən qarpızları elə yaradıb ki, və yaxud Allah yaradıb ki, onlar öz toxumundan bar verirlər, cüzərti verirlər və s. Bu qarpızların toxumundan əkildikdə cüzərti riskli olur. Ona görə əhali məcburdur ki, bu qarpızları alsın, toxumunu alsın, əksin. Və Azad İstehlakçılar Birliyinin ehtimalına görə bunlar genetik modifikasiya olunmuş toxumlardır. Azərbaycanda qədimdən əkilən qarpızların kökü kəsilibdir. Böyük, iri tumlu qarpızlar. Bunların kökü kəsilibdir. Və Azərbaycanda qarpızların bazar görünüşünü əldə etmək üçün, yəni böyük, şirin, tumu az əldə etmək üçün əkinçilər külli miqdarda ora azot gübrələri, nitrat verirlər. Baxmayaraq ki, onlar bahadır, lakin məhsul əldə etmək üçün, böyük məhsul əldə etmək üçün bundan istifadə edirlər. Müvafiq dövlət qurumları gərək ayaqlarına rezin çəkmə geyib bu işlə məşğul olan kənd təsərrüfatçıların yanında olsunlar. O isti və yaxud sərin kabinetlərdə oturub gözləməsinlər, əkinçi təhlükəli malı çıxarır bazara, əhali zəhərlənir və s. Hamı bilməlidir ki, kifayət qədər nitrat verilmiş qarpızlar böyük olur, çəkiləri çox böyük olur, kəsəndə çox da tez partlamır, içi çəhrayı olur. Nitrat verilməmiş qarpızlardan şirinliyi artıq olur, içində tumlar az olur, içində yoğun zoğlar olur, damarlar olur. Bunlar qarpızda nitratlar, külli miqdar nitratlar verilmənin əlamətləridir. Lakin nitrat az verilmiş qarpızlar 4-5 kiloqram olur, bıçağı vuranda partlayır, içərisi al-qırmızı rəngdə olur, tumları böyük olur, əksər hallarda düzdür ondan tapılmır bu saat. Çox təəssüf olsun ki, Azərbaycanın Toxum Bankında məndə olan məlumata görə heç o köhnə qarpız növlərinin toxumu da saxlanılmır, çox təəssüflər olsun. Və qarpızlar, hətta onlara gübrə verilməsə belə, əgər o yonca yerində növbəti ildə əkilərsə, yoncadan yerdə qalmış nitratları sorur, yığır özünə. Qarpızı yeyən zaman, əgər ondan çox istehlak olunarsa, insan müəyyən zəhərlənmə hədinə gəlib çata bilər. Yəni, illər boyu da Azad İstehlakçılar Birliyində olan xüsusi aparatla yoxlamalar aparır. Daim qarpızlarda nitratların miqdarı normadan yuxarı müşahidə olunur. Kənd təsərrüfatı ilə məşğul olan insanlar özlərini də zəhərlənməlidir, bu qədər onlara nitrat verilməlidirlər. Və qarpız əkinçiliyə çox diqqətli olmalıdırlar. Qarpızların demək olar ki, əksəriyyətində bir 90%-də nitratlar miqdarı daim çox olur. Hətta mövsüm vaxtı da bu çox olur və ona görə az yemək, az istehlak eləmək daha yaxşıdır. Gərək müvafiq dövlət orqanları daim monitorinqlər aparsınlar, xüsusən kəndçilərin yanında olsunlar. Onlar hazır məhsulu bazara çıxarından sonra onların məhsullarını zayi eləməsinlər, deməsinlər. Çox nitrat vermişsiniz vaxtında, onlarla müəyyən işlər aparılmalıdır.